Bişirdiyim bütün yeməkləri unutdum. Çünki indi yeməklərin şahı Şahpulov gəlir. Bu yeməyi Bakıya saxlamışdım. Gəl papaya. Demək olar ki, ən çox vaxtımı aparan yeməklərdən biri oldu. Ətimizi doğrayıb bitirdik. Əgər videolarımda belə qazan görsəniz, bilin ki, Bakıdayam. Ay, soğanımızı əndəririk pişməyə və sonra paxıl insanlar yanına kimi soğanımızı yüngülvarı yandırırıq. Ətimiz pişənə yaxın soğanı əlavə etdikdən sonra duz istiyor, kəkliot əlavə edirik. Turşu, kişmiş, şabat, Allah verəndən nə oldu? Əndərin getsin. Və biraz suyu əlavə edib qoyuruq kənara. İndi isə sıra gəldi düyümüzə. Qaynayan suya bir qaşıq duz. Bu nədir Allah? Evdə bir dənə normal tava qazan yoxdur. Hamısı güllü-müllü. Neysə, aşımızı süzürük. Bir məqama toxunacağım. Əminəm ki, mətbəxdə zövqlə yemək pişirən insanlar belə havalara girirlər. Hətta oxlu ilə tütək ifa edən görmüşəm. Bax, bu dəqiqə bu tip insanların üzündə gülüş yarandı. Baxıb gülürlər. Narahat olmayın, gözəl bir şeydir. Motivasiyanızı artırır. Harada qalmışdıq? Lavaşlarımızı düzürük, yağlayırıq. Sonra isə ilk öncə aşımızın yarısını əlavə edirik. Sonra yağ, arxasıca sarı kök əlavə edirik. Normalda zəfəran əlavə edirlər, amma gecə birdə zəfəran tapa bilmədim. Sorry. Aşqaramızdan bir dənə ət fırladırıq. Daha sonra rəhmətliyi bastırırıq. Üzərinə də torpaq əlavə edirik. Düyü əlavə edirik. Bir daha sarı kök və yağ əlavə edirik. Daha sonra isə üzərini bağlayırıq və qoyuruq pişməyə. Qocaltdım məni. 180 dərəcə istilikdə 2 saat qoyuruq pişməyə. İndi isə gəldik dramatik anlara. Bir anlıq özümü sanki 10-cu mərtəbədən yeri yıxılmış kimi hiss etdim. Bəli, yeməyim düşdü, parçalandı. Xəyallarımda Şahpulovu tort kimi kəsmək var idi. Həyat hər zaman istədiyimiz kimi getmir. Düzəltməyə çalışdım, amma yenə də olmadı. Və gördüyüm işin içinə keyfinizi pozmayın, həyat davam edir. İndi isə qayıtdıq yenə Berlinə. Özümdə sevdiyim bir xasiyyət var. Məqsədimə çatmayınca heç vaxt təslim olmuram. Uğur qazanmanın tək yolu ruhdan düşməməkdir. Qorxdum, elə bildim rəsməniz oldu. Düyünün də yarısını tökdüm yerə. Bayaqki prosedurlara tez bazar edirik. Bayaqki kimi duz, istiot, sarı kök, xabalıq, mabalıq, nə bilim, hamısından qarışdırırıq. Sonra su əlavə edirik. Daha sonra isə qazanımızı yağlayırıq. Lavaşları əlavə edirik. Türklərin dükanından aldığım lavaşlar da daş kimi deyək. Atestat imtahanındakı şpargalka kimi bunu gizlədirik. Daha sonra aşımızı və aşqaramızı əlavə edirik. Sarı kök, yağ hamısını əlavə etdikdən sonra yenidən Şahpulovumuzun qapaqlarını bağlayırıq. 5, 4, 3, 2, 1. Ayaq şart istəyirəməyin. Bu hissəni qorxumdan 15 dəqiqə çəkdim, yenə dağıdaram deyə. Axır ki, istədiyim nəticəyə çatdım. Və bu da işgəncə ilə pişirdiyim Şahpulov. Yemək istədiyim kimi çıxdı deyə 47 dənə şəkil, 35 dənə video çəkirik. Gözlədiyim məqam tort kimi kəsirik. Bu nə bıçaqdır? Normal bıçaq ver. Hər şeydə mane olmalıdır da. Dejavu yaşadım. Mumya kinosundakı ölüm kitabı yadıma düşdü. Yenə ətdən bir dənə fırladıram. Burada isə qarışqa kimi daraşırıq yeməyə. Всё, kitabım bağlandı. Tadı necədir? Fikrinizi bildirin. Normal. Biraz duyğulu deyil. Hiss elə, yeməyi yeyəndə hiss elə, sonra 2 nəfər yatıb da bilirsən yəqin ki. Bu yatan uşaqlar səncə nə qaçırtdı? İkisi aş. Ay o aşkar o. Çox şey qaçırtdılar. Dəyərli izləyicilər, növbəti maraqlı yemək vloqları üçün səhifəmizi izləyin. YouTube kanalımıza da abunə olsanız çox sevinərəm.